Salam, hər vaxtınız xeyir. Bugün sizə yenə papaqçılıq haqqında və biraz da papaqlar haqqında yeni məlumat vermək istəyirəm. Papaqçılıq sənəti mənə babam Nəcəfov Nazimdən miras qalıb, belə deyək. Biz də əlimizdən gələn qədər bu sənəti yaşadıb və qorumağa çalışırıq. Mənim babam Nəcəfov Nazim Hacıoğlu 65 il Mərkəzi Univermaqın yanında papaqçılıq fəaliyyəti ilə məşğul olub. Bunu orta nəsil və yaşlı nəsil yaxşı xatırlayır. Ondan öncə də mənim babam Nəcəfov, babamın atası üzr istəyirəm, Nəcəfov Hacı 55 il bu fəaliyyətlə məşğul olub. Yəni bizim ailə Azərbaycanda papaqçılığın təməlini qoyan ailələrdən biridir. Ən azından da bir 150 illik bir tarixə malikdir. Bunları vurğulamaqda səbəbim nədir? Bəzən müştərilər gəlir və eyni tarixi başqa insanlardan eşidərək gəlib mənə danışırlar təzədən. Yəni demək istədiyim odur ki, yəni hər kəs Allah ruzusunu versin. Kim nə iş görür görsün. Sonradan papaq tikənlər var, sonradan papaq ticarət edənlər var. Allah hər kəsin ruzusunu versin. Sözüm onlara deyil. Amma papaqçılıq haqqında, papaqçılığın tarixini özünküləşdirmək olmaz. Hər kəsin öz tarixini danışsa daha gözəl olar. Kim necə başlayıb bu sənətə? Yəni mən tam alın açıqlıqla özümüzə aid olan hər bir şeyi açıqlıqla burada ifadə edirəm. Yəni bunlarla tanış olmaq üçün bizim YouTube kanalımıza keçə bilərsiniz. Səhifədə yuxarıda linki də var. Və yaxud Milli Papaq Azərbaycanın Milli Papaq Azərbaycan axtarış verərək YouTube kanalını tapıb. Orada mənim babamın da videoları var, mənim də yəni köhnə videolarımız var. Yəni bugünkü gün deyil. Yəni bizim danışdığımız hər hansısa bir şey qısa tarixdə olsa, yəni 150 illik bir tarixdə olsa, yəni azından bir sübutları var. Bu birinci məsələ. Keçdik dərilərimizə. Dərilərimiz bizim, bütün dərilərimiz birinci sort Buxara və birinci sort Əfqan Qaragül dəriləridir. Hər zaman stoklarımızda papaqlarımız olmasına baxmayaraq, bizim öncəliyimiz müştərilərimizin gəlib dəri seçib sifariş verməsidir. Yəni hər bir insan özünə yaraşanı, belə deyək, öz rənginə uyğun gəlib seçməyimiz bizim öncəliyimizdir. Çünki ən qısa belə bir nümunə çəkim sizə. Şabaldı rəngin özünün ən azı 10 dənəyə yaxın tonu var. Qızılı rəngin həmçini, boz rəngin həmçini, qara dərilərin belə bir-birindən fərqləndirən tekstura fərqləri var, özü də çox ciddi fərqləndirən. Bu məlumatı verməkdə məqsədim nədir? Yəni biz bu sənətini dünən başlamamışıq, yəni 10 ildə deyil başlamamışıq, 20 ildə deyil. Azından bir tariximiz var. Məncə bir-birimizin işinə, sənətinə hörmət qoysaq daha yaxşıdır. Başqasının tarixini özünkü kimi qələmə vermək məncə azından acizlikdir. Neyse vaxtımızı aldım. Sadəcə olaraq dedim, qısa bir məlumat verim. Gününüz uğurlu olsun. Milli Papaq Azərbaycan.